Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri həbs edilib. Məlumata görə Şirvan Apellyasiya Məhkəməsi hərbi prokurorluğun protesti əsasında belə qərar çıxarıb. Yuxarı instansiya Cəlilabad Hərbi Məhkəməsinin həbs qəti imkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı qərarı pozub. Tabelikdə olan hərbi qulluqçulara qarşı zoraki hərəkətlər etməklə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən kapitan Mahmud Səfər Aliyev məhkəmə zalında həbs edilib. Zabitə verilmiş ittiham gələcəkdə sübuta yetirilərsə onu 3 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, əsgər Hüseynovun komandiri tərəfindən çoxsaylı təhqir və zorakılığa məruz qaldığı üçün noyabrın 15-də intihar etdiyi iddia olunur. Həmçinin kapitan Səfər Aliyevin başqa əsgərlərə qarşı da qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edildiyi bildirilir. Kapitan sonuncu hadisə ilə bağlı prokurorluq tərəfindən tutulsa da, Cəlilabad Hərbi Məhkəməsi həbs qəti imkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosesual əsaslar müəyyən edilmədiyini əsas gətirərək onu sərbəst buraxmışdı.